Avropalılar bizim millət kimi çox hər şeyin hazırına getmir. Məsələn, Azərbaycanlı harasa uçanda Bakıdan, onun qabağına nə qoyulursa onu eləyir. Romada misal üçün Kolizeyə gedəsən, ora gedəsən, bura gedəsən, Planı hazırdır. hazırdır və rasxodda bilinir. Polşanın ortalama maaşına görə Okay. hər hansı bir Avropanın ikonik şəhərinə səyahət etmək istəyirsənsə çox baha gəlir. Yəni burada olsun Roma, Paris, Barselona, ortalama maaşın atıram 7000 olsun, çox baha gəlir. Mən demək istədiyim o 7000-i alıb getmir insanlar. Getsə belə 5 ay qabaqcadan planlayır. elə bir istirahət eləyir ki, yəni wow deyil də sadəcə ölkəni görmək üçün gedir. Bir o, bir də Avropalılar da səyahətə gedəndə 5 ay, 6 ay, açı, polkalar 9 ay sonra planlayır, bilet alır. Və gedir ha bu arada 9 aydan sonra. Mənim sabah bilmirəm nə olacaq. Və 9 ayda da maaşından büdcədən ayırır. Mən 9 aya bu qədər pul yığmalıyam ki, mən gedim orada bu tətili eləyim. Sən ona görə sırf elə fikirləşmə. Maaşı aldım, tətilə getdim söhbəti deyil. Adamlar bu bir aydan bir səyahətə gedir. Amma necə gedir? Yəni bu da var. Backpacker kimi gedir də. Yəni misal üçün o adamlar fürsət kovalayan Adamlar düşlər demiş prosto, adam. yəni adventure sevir, gedir hosteldə falan qalır. Yenə deyirəm, prosto şəhəri görür. Hə. Ümumiyyətlə misal üçün Avropa isə onsuz da gedib 5 ulduzlu oteldə qalmağın mənası yoxdur. Evi tutub palbomu səhər durdun, yeməyi yüngül yedin, çıxdın axşama kimi gəzib bəzən gəlirsən. Edərsən əla olar. Hə, max. Səyahətdən Qaçın. Videolarımızın davamını istəyirsinizsə, like edib kanala abunə olmağı unutmayın. Eləyin də.